Qarabağın məşhur yeməklərindən olan əvəlikli mat hazırladım. Biz Qarabağlılar bu yeməyi dərman kimi istifadə edirik. Deyə bilərəm ki, soyuq dəymənin bir nömrəli dərmanıdır. Bu yeməyi ilk dəfə sınayanda heç sevməmişdim. Səbəbini isə illər sonra öyrəndim. Əvəliyi doğradıqdan sonra isti suda saxlamadığınız zaman əvəliyin öz qoxusu yeməyə çıxır və bu da xoş olmayan bir dad yaradır. Əvəliyin qoxusunu təkcə mən sevmirəm, yoxsa sizlər də sevmirsiniz. Bugün həm yağış, həm də qar Hadrutda yarışa girmişdi. Videonu çəkərkən həm yağışa şahid olacaqsınız, həm də qara. Ən əsası yavaş-yavaş yaza yaxınlaşırıq. Bu havanın da ən gözəl yeməklərindən biri əvəlikli matdır. Bəs siz Qarabağın hansı yeməklərini hazırlamağımı istəyirsiniz? Şərhlərdə cavablarınızı gözləyəcəm. Ən çox istənilən təamı seçib gələn videolarda paylaşacağam. Qarabağda keçirdiyimiz günləri uzun vlog şəklində YouTube səhifəmizdə izləyə bilərsiniz. Həmçinin Instagram səhifəmizdə günlük addım-addım bizləri izləyə bilərsiniz. İki səhifəmizi də aşağıdan qeyd edəcəm. Çox maraqlıdır, mütləq göz atın. Video maraqlı oldusa bəyənib bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın.